Bilirsiniz, hər il Qurban Bayramı ərəfəsində qurbanlıq qoyun kəsdiklərinə görə əhalinin imkanlı təbəqəsi qurban kəsdiyinə görə diri heyvanlara tələbat artır. Yəni bayaqdan kimsə gelib 5 kilo, 6 kilo, 10 kilo ət alırdısa, indi bütöv bir heyvan alır və bunu qurban olaraq kəsir, özü bildiyi adamlarla bölüşür, paylaşır. Əslində, məsələn, müsəlman ölkələrində Qurban Bayramı ərəfəsində qəssabxanalarda ət ucuzlaşır. Ət niyə ucuzlaşır? Qurban kəsən insanlar ki var, həmin adamlar qurban kəsmək imkanı olmayan adamlara ət payı verir, yəni qurban payı verir. Məsələn, bir nəfər bir heyvan kəsirsə, bu heyvanın 20 kilo çəkisi varsa, həriyə 2 kilodan 10 nəfərə ət verir və nəticədə qəssabxanadan ət alanların sayı azalır. Ona görə də digər müsəlman ölkələrində diri heyvan bazarında ətin qiyməti bahalaşır, amma qəssabxanalarda ətin qiyməti ən azı sabit qalır, bahalaşmır. Amma Azərbaycanda əksinədir. Deməli, biz normal müsəlman da deyilik. Yəni kəsdiyimiz qurbanın paylanmasında da normal düşüncə tərzinə malik deyilik. Biz imkansız qonşularımıza, qohumlarımıza verməliyik əslində o ət. O ki qalıb bazara, bazarda qeyd elədim, Azərbaycanda Qurban Bayramı ərəfəsində diri heyvan bazarında, yəni topdan satış ət bazarında qiymətlərin bahalaşması qaçılmazdır. Çünki ölkə daxilində tələbat böyükdür, təklif isə məhduddur. Yəni tələbat qədər deyil. Ona görə də hər Qurban Bayramında qurban əti həm diri heyvan bazarında qiymətlər bahalaşır. Qəssablar da xalqın psixologiyasından xəbərdardır. Bilir ki, qurban kəsənlər o tələbatı olanlara əslində çox az pay verirlər. Ona görə də bizdə həm qurban kəsmək üçün topdan satış ət bazarında tələbat artar. Digər tərəfdən də qəssabxanalardan ət alanların sayı çoxalır ki, qurbandır da, qoyun ala bilmirəm, heç olmasa xərc borc ət alım, evdə uşaqlar ət yesin. Ona görə də həm də qəssabxanalarda qiymətlər bahalaşır, tələbat var. Bunu hökumətin tənzimləməsi belə mümkün olar ki, hökumət Qurban Bayramı ərəfəsində sifarişlər versin, heyvan tədarük eləsin, müxtəlif bazarlara, məsələn, Kənd Təsərrüfatının Nazirliyinin təşəbbüsü ilə heyvan gətirilə bilərdi, satışa çıxarıla bilərdi, topdan satış heyvan bazarları ucuz qiymətə təşkil oluna bilərdi. Çox təəssüf ki, biz buna biganə yanaşırıq. Hər Qurban Bayramında qiymətlər qalxır kəllə-çarxa, amma heç bir dövlət qurumu bazarın bu ərəfədə, bu mövsümdə tənzimlənməsi ilə məşğul olmur. Artıq Qurban Bayramına sanlı günlər qalıb, qəssabxanalarda artıq bununla bağlı ətin qiyməti bahalaşıbdır. Bu bahalaşma yəqin ki, bayrama qədər davam eləyəcək. Bayramdan sonra isə yenidən ətin qiyməti əvvəlki məcraya qayıdacaq.